Salam əziz Empati TV izləyiciləri. Mütəxəssis rəyinin bugünkü buraxılışında ailə münasibətlərinin uşaq tərbiyəsinə təsiri barəsində psixoloq Aydan xanım Məmmədova ilə müzakirə aparacağıq. Xoş gəlmisiniz Aydan xanım. Salam Pərvanə xanım. Öncəliklə təşəkkür edirəm dəvətiniz üçün. Həmçinin mövzu çox gözəl seçilib. Ümid edirəm ki, izləyicilər üçün də çox maraqlı olacaq bu. Həm ailə daxilində valideynlər olsun, mürəkkəb ailələrdə olsun, həmçinin də uşaqlar üçün də maarifləndirici bir veriliş olacağını düşünürəm. Aydan xanım, ümumiyyətlə ailə münasibətlərinin uşaq tərbiyəsinə təsiri nə qədər olur? Ümumiyyətlə mən deyərdim ki, ailə özü, yəni ailə daxilində olan münasibətdən əlavə ailənin kənarda belə olan münasibəti uşağın tərbiyəsində çox böyük rol oynayır. Çünki uşaq dünyaya fərd olaraq gəlib, şəxsiyyət olaraq formalaşmasının ilk təməl nöqtəsi ailədə qoyulur. Ata ilə ana arasında olan münasibət əgər doğru və sağlam deyilsə, burada artıq övlad bir çox şey öyrənmiş olur. Bu onun gələcək həyatında da əks cinslə olan münasibətinə təsir olur. Çünki onun öyrəndiyi davranış üslubu budur. Yəni bu da tərbiyədir. Tərbiyəni bəzən valideynlər belə başa düşürlər ki, qadağa edim, cəza verim, olmazlar deyim, yox deyim, sakit olsun, sadəcə bir otursun bir yerdə. Bu ağıllı tərbiyə sayılır. Halbuki əgər bir evdə uşaq səsi gəlmirsə, əgər o evdə uşaq varsa və biz o evə girib hər yer tamamilə səliqəli və uşaq sakit bir yerdə oturubsa, demək ki, o uşaqda bir problem var. O sağlam uşaq deyil. Yəni bu o demək deyil ki, sözüm yanlış çıxmasın, psixoloji olaraq problem nəzərdə tutmuram. Yəni ünsiyyət baxımından artıq o gələcəkdə asosial ola bilər, içinə qapanıq olacaq, ekstravert olacağı halda introvert olmuş olacaq. Yəni bu onu təbii ki, müsbət tərəfləri də var bunun. İçə qapanıq insanlar daha çox müşahidəçi olur. Daha çox ətrafa diqqət yetirir, daha çox səsləri daha tez duya bilir. Bu nədir? Evdə münaqişənin daha çox olmasındandır. Evdə münaqişə çoxdursa, hər hansısa bir kiçik bir reaksiya belə uşaq artıq o reaksiyadan başa düşür ki, burada hər hansısa bir anamla atam arasında bir münaqişə baş verəcək və gələcəkdə o uşaq da konfliktlərdən qaçacaq, dava dalaşdan qaçacaq. Hətta bundan qorxacaq ki, dava-dalaş olmasın, yox deməyi bacarmayacaq, birdən yox deyərəm, qarşı tərəf razılaşmaz, mən ondan davaya girərəm. Əgər ailələr, yəni daha doğrusu valideynlər, birinci dərəcəli valideyn deyim burada, birinci dərəcəli valideynlər övladlarına tərbiyə vermək istəyirlərsə, övladları ilə bərabər özlərini də tərbiyə etməyi bacarmalıdırlar. Aydan xanım, çox gözəl bir nüansa toxundunuz, birinci dərəcəli valideynlər. Ümumiyyətlə, uşağın tərbiyəsində valideyn dedikdə ata-anadan başqa kimlər rol oynaya bilər və nə dərəcədə? Təbii ki, yəni birinci növbədə ana və ata olmalıdır. İkinci növbədə isə mürəkkəb ailə modelləri var. Biz bilirik ki, sadə və mürəkkəb ailə modeli. Mürəkkəb ailə modelində nənə də olur, baba da olur, bəzən bibi, xala, dayı, əmi, hətta onların ailələri də ola bilir. Yəni bu hal biraz gözə qorxuducu gələ bilər. Bəzi insanlar bunu qəbul etmir. Əslində bunu bəzən insanlar qəbul etmədiyi zaman düşünürlər ki, o doğru etmir bunu və yaxud da yanlışdır, qəbul etmir. Yəni bu daha çox da xanımlara məxsus olunur ki, xanım əgər evlənirsə, bəli, etiraz etdiyi zaman belə başa düşülür ki, xanım yoldaşının ailəsini qəbul etmir. Əslində məsələnin kökündə tamamilə fərqli bir nüans yatır ki, bu da nədir? Övladın tərbiyəsində nənə-baba mənfi rol oynadıqları da olur. Bu nəyə görədir? Nənə-baba təbii ki, insanda bir sual yaranır ki, o nənə-baba da zamanında ana-ata olub. Ana-ata olaraq öz övladlarına etdiyi bəzi tərbiyə üsulunda deyək, onu, yəni öyrətdiyi tərbiyə üslubu, həmin o hazırda olan ana-ataya öyrətdiyi tərbiyə üslubu budursa, artıq həmin o ana-ata da bu öyrəndiyi çərçivədə övladına tərbiyə verirsə, bu zaman nənə-baba buna etiraz edir. Bu sual yaranır burada. Nənə ilə babanın etirazı bundan qaynaqlanır ki, onlar artıq axıl yaşındadırlar. Tam müdrik səviyyəyə çatıblar, hər şeyi müşahidə edib, nəyin yanlış, nəyin doğru olduğunu bilirlər
zamanında öz etdikləri yanlışları da bilirlər. Yanlış da onları qəsdən etməyiblər. Burada biz heç bir ana ilə atanı günahlandırmamız doğru çıxmaz. Çünki bu zəncirvari olan bir prosesdir. Hər kəs ana ata olacaq və hər kəsin də öz ana atası olub. Bu zənciri kimlər qıra bilər? Bunun fərqində olan insanlar. Hətta mən deyərdim ki, bunu hər zaman çox zaman deyirəm, psixoloq yanına gələn əksər insan o zənciri qırmaq üçün gəlir. Çünki bəzi şeylərin, hətta deyərdim çox şeyin fərqindədir. Bu tamam fərqli bir mövzudur. Hər şeydən kənara çıxmayıb qayıdım əsas mövzumuza. Bu etirazı bəzən övladlarına dava şəklində deyirlər. Və ya nəvələrini ərköyün şəkildə böyüdürlər. Təbii ki, bu doğrudurmu? Xeyr. Bunu doğru şəkildə ən azından özləri anladığı şəkildə nəyə görə etiraz edirlər buna? Bunu öz övladlarına, yəni o hazırda ana ata olan övladlarına izah etməyə bacarmalıdırlar. Misal deyək, bəzi valideynlər var ki, şiddətlə tərbiyə edir. Şiddət dediyim o demək deyil ki, yəni fiziki şiddət olsun burada. Psixoloji şiddət də ola bilər. Psixoloji olaraq belə şiddət edilməsi mən deyərdim ki, fiziki şiddətdən daha ağırdır. Çünki o görülmür. Amma görülən sağalır, ən azından bir məlhəm çəkilir ona. Amma psixoloji onun ruhuna dəyən zədəni heç kim görmür. Onu övlad sadəcə öz içində saxlayır. Bunu orada yaşayır və onu yaşadaraq da böyüyür. Haşiyəyə çıxım. Mən də bəzən nənələr, babalar öz övladlarına gözlərində böyüdə bilmədikləri üçün, hətta nəvələrin də yanında valideynlərə bir sərt sözlər deyirlər. Çox təəssüf ki, bu dövrümüzdə çox tez-tez rast gəlinən bir şeydir ki, ananın valideynləri atanı pisləyirlər, atanın valideynləri gəlini pisləyirlər və nəticədə arada uşaq zədə alır, mənəvi olaraq, psixoloji olaraq uşağın psixikası pozulur. Övladın yanında ümumiyyətlə ata və anaya qarşı hər hansısa bir əks münasibətin olması yanlışdır. Hörmətdən kənar əgər bir davranış olarsa, artıq o övlad da ana ilə atanın ciddiyyətini anlamayacaq. O ciddiyyəti qorumaq üçün təkcə bir başqası deyil, ana ilə ata belə öz aralarında olan münasibəti, konflikti, anlaşılmaz bir durumu kənarda etməyi bacarmalıdır. Burada bir övlad var, yəni burada bizim bir uşağımız var deməyi bacarmalıdırlar. Uşaqlar heç bir yerə çıxıb gedə bilmirsə, siz harasa gedə bilərsiniz. Bu mümkündür. Dalaşmaq məqsədi ilə deyil. Oturub bir məkanda sakit, təmkinlə danışaraq həll etmək yolu ilə. Konfliktlərin əsas kökündə dayanan səbəb nədir? Hər kəs özünü doğru bilir. Mən haqlıyam düşüncəsi ilə. Hər kəs öz tərəfindən baxır və qarşı tərəfin dediklərini qəbul etmir. Amma mən əksər konfliktlərdə diqqət yetirmişəm ki, hər ikisi də doğru deyir. Heç biri yanlış demir. Amma heç biri bir-birinin doğrusunu görməyi bacarmır. Çünki nəyə görə? Çox gözəl bir söz eşitmişdim. Deyir, dava etdiyi zaman insanların, yəni o münasibət daxilində cütlüklərin ruhları bir-birindən uzaqlaşdığına görə eşitmirlər bir-birlərini, səslərini duya bilmirlər. Hər kəs özünü eşidir ki, mən haqlıyam, mən doğruyam, mən deyəndir. Amma bir kəlmə səs tonlarını aşağı salıb desələr ki, bəli, səni dinləyirəm, buyur. Bu kəlməni desə, qarşı tərəf artıq sakitləşəcək. Çox doğru vurğuladınız. Bəli, qışqıranda ürəklər bir-birindən uzaqlaşır. Məsələ çox yerində deyilmiş bir məsələ oldu. Və çox təəssüf ki, bu münaqişələr zamanı bəzən valideynlər övladlarından qisas kimi də istifadə edirlər və yaxud da ki, istəyir analar olsun, istəyir atalar olsun, ya uşaqdan əsəblərini çıxırlar, hisslərini çıxırlar, ya da ki, uşağı bir qalxan kimi irəli verirlər ki, gələn zərbələr qarşı tərəfdən uşağa dəysin. Təəssüf ki, bunlar da zənnimcə uşağın psixologiyasında çox mənfi izlər qoyur və gələcəkdə də bir şəxsiyyət kimi formalaşmasına mane olur. Əlbəttə təsir var şəxsiyyət kimi formalaşmasında. Hətta mən deyərdim, daha çox təsir var. Çünki şəxsiyyət kimi formalaşmasına mən ən başda da qeyd etmişdim bunu, ailə daxilində təməl atılır. Və ailə daxilində əgər təməl yanlış atılırsa, bu çox şeydə təsir edir. Və ailə daxilində valideynlərin etdiyi yanlışlardan elə siz qeyd etdiyiniz kimi ən böyük budur ki, məsəl üçün ana ataya əsəbləşir, əsəbini övladından çıxır. Bunu çox zaman insanlar deyir, daha çox anada rastlaşırıq biz.
Amma mən deyərdim atada da bu hal var. Bəli, bəli. Çox təəssüf ki, ona da rast gəldim. Çox təəssüf ki, bu belədir. Ata əgər ananı istəmədən evlənibsə və ya da keçmiş bir zamanlarda öz sevdiyi var idisə və bunu məcburi şəkildə ondan ayırıb həmin xanımla evləndiriblərsə, onun içində ona qarşı bir sevgi olmayacaq. Ona qarşı bir daima içində aqressiya olacaq. Nə qədər desə də ki, o mənim artıq yoldaşımdır, mən unutmuşam. Axı içdə o yaşanmayan bir duyğu var və insan beyni belə bir funksiyaya sahibdir ki, tamamlanmayan hadisələri beyin daima düşünür və ondan kənara çıxmır. Misal üçün deyək, bir hadisə baş verir. Mən onun nəticəsini görməyənə kimi beynim rahat durmayacaq. Amma nəticəni görürəm, pis və ya yaxşı fərqi yoxdur. Nəticəni görürəmsə, artıq mənim beynim bunu qəbul edir ki, bəli, bunun cavabı budur. Ananın da, atanın da etdiyi bu yanlış övlada təsiri çoxdur. Bunlar nə ola bilər? Daxili aqressiya yaradacaq. Müəyyən bir zaman ərzində bu böyüyəcək, sosial ortamlara çıxacaq, məktəb bir dönəmi olacaq bu uşağın. Həmin ərəfələrdə uşaq əgər bir ədalətsiz hadisə ilə rastlaşdığı zaman, o artıq qışqıracaq içində. O ədalətsizliyi qəbul etməyəcək, o haqsızlığı qəbul etməyəcək. Haqq, ədalət deyə içindən bir isyan çıxacaq o uşağın. Bu nədir? Zamanında yaşadığı o haqsızlıqdır. Aydındır. Bəzən olur da ki, məsələn, əgər övlad qız uşağıdırsa, atadan yetərincə sevgini görmədikdə bunu kənarda axtarır və yaxud da əksinə oğlan uşaqları yenə də ya atadan, ya anadan yetərincə o istəyi, o qayğını görmədikdə təəssüf ki, o da kənarda müəyyən pis vərdişlər olsun və yaxud da müəyyən mənfi şeylərə qurşanır və bu da onların tərbiyəsinə təbii ki, mənfi təsir göstərmiş olur, təəssüf ki. Belə izah edim də sizə. Biri var ki, uşaq özünü kəşf edərək böyüsün. Biri də var ki, valideyn ona uşağı öyrədərək, misal üçün də öz uşaqlığını yaşamadığı şeyləri o uşağa yaşadarsa və yaxud da o uşaqdan az öncə siz qeyd etdiyiniz kimi qisas obyekti kimi istifadə edərsə, uşaq bunu əlbəttə ki, qəbul etməyəcək və artıq özünü kəşf etməyə bacarmayacaq. Çünki valideyn buna icazə vermir. Qarşısına maneələr qoyur. Maneəsi nədir? Haqsız yerə döydü. Uşaq düşünür ki, axı mən heç nə etmədim. Haqsız yerə, bəlkə də məni buradan dinləyən valideynlər deyəcək ki, haqsız yerə döymürəm. Döymək deyil, misal üçün də qışqırmaq olsun, kənara dur demək olsun. Adi bir baxış belə övlada şiddət çərçivəsində təsir edir. Kiçik bir baxış belə. Oradan ötürülən o duyğu ki var o baxışdan, o təzyiq altına salır o uşağa. Bu da nədir? Psixoloji şiddətə gəlir. Və bu şiddət çərçivəsində uşağın qarşısında maneə var ki, mən heç nə etmədim. Nə etdi? Valideynlər deyir ki, səs saldı. Axı bu uşaqdır. Yəni bu uşaqdır. Bu qışqırmalıdır, bağırmalıdır, dağıtmalıdır. Yeməyi belə biz icazə verməliyik ki, yeməyi birinci, misal üçün də mən çox müşahidə etmişəm bunu. Valideyn suyu qoyur qarşısına ki, bunu iç. Siz də misal üçün bunu daha yaxşı bilərsiniz bir ana olaraq ki, uşağa suyu verəndə tökür üstünə. Biz amma qoymuruq onu tökməyə. Tökməlidir, o su ilə tanış olmalıdır, onun sərinliyi ilə, istiliyi ilə. Hazırda nə üçün autizm artıb? Geniş yəni, Bəli. təəssüf ki. Motorikası inkişaf etmir, buna icazə vermirlər. Yemək töküldü, o yeməklə uşaq oynamağı sevir. Hər şeyə toxunmağı sevir, toxunsun, hiss etsin onları. Bunlar nədir? Kiçik motorikadır. Biz deyirik ki, xeyr, dağıtmasın, hər yer yağ oldu. Olsun, bunu təmizləmək mümkündür. Bu müddət bir neçə il baş verir. Bir neçə il dözmək deməyim də buna, uşağı anlayaraq icazə vermək lazımdır. Dağıtsın, töksün, yığışdırmaq olur bunu. Misal üçün, uşaq gedir oynamağa, üstünü batırma, ha, yoxsa səni döyərəm kimi sözlər işlədib, uşaq gedib rahat da oynaya bilmir. Bir palçığın içində o palçığı istəyir, quma toxuna bilmir. Sonra da deyil, valideynlər şikayətlənir ki, mənim övladım ünsiyyət qurmur, mənlə danışmır, mənə heç bir dərdini demir, keçir oturur otağında, ancaq öz işi ilə məşğuldur və yaxud da bundan fəxr hissi keçirirlər ki, mənim övladım çox savadlıdır, ancaq kitab oxuyur. Xeyr, bu savadlılıq deyil. Bu uşağın məhv oluşu deməkdir. O kitablar onun inkişafı üçün deyil. Onun sadəcə dörd divar arasında məşğuliyyət etdiyi bir şeydir.
Özünə bir çıxar yolu axtarır. Özünə bir motiv axtarır. Bunu çox insandan eşitmişəm ki, deyir mən oxuyub o evdən xilas olmaq istirdim ki, tək o evdən çıxım, mən universitetə qəbul etdim. O olduğu bölgədən çıxsın. Oxumağı bir qurtuluş yolu olaraq görürdülər. Oxumağı, hətta oxumaq demişkən, valideynlər oxumağı bir məcburiyyət kimi uşağa göstərirlər. Bu məcburiyyət deyil, o bir seçimdir. Hər kəs oxumaq məcburiyyətində də deyil. Yəni oxumaq təbii ki, yəni bir insanın beyninin inkişafına təsir edir. Yəni insan beyni necədir? Sağ və sol yarımkürədən ibarətdir. Bəli, bunun müəyyən bir hissəsi riyazi tərəfi inkişaf etdirirsə, digər tərəf isə yaradıcılıqdır. Mən bunun sadəcə oxumaq hissəsinə icazə verirəm, amma yaradıcılıq tərəfinə icazə vermirəm. Yarımçıq böyüyür axı. Hansı ki, o yaradıcılıq sağ yarımkürədə ibarətdir. Yəni sağ yarımkürə inkişafdan dayanır, sol yarımkürə inkişaf edir. Gələcəkdə də bu uşaqda nə görürük biz? Bütün hadisələr realist tərəfindən baxır. Amma insanlar bunu qəbul etmir ki, reallıq varsa, mücərrəd anlayış da var. Bu bizim leksikologiyamızda varsa, yəni bu sözlər varsa, demək ki, bunların bir mahiyyəti də var. Mən realistəm, mən rasional yanaşıram hadisələrə. Digər hadisələri, misal üçün də məcazi mənanı heç cürə anlaya bilmirəm, amma məcazi mənanın belə bir özünün duyğusal, yaradıcı tərəfi var. Bunu görmək lazımdır. Görə bilmirlər o tərəfi. Niyə? Çünki ancaq sol tərəfi inkişaf edir. Bu da nədən qaynaqlanır? Zamanında övlada öz yaradıcılığını üzə çıxartmasına valideynlər icazə vermir. Valideynlər gileylənirlər ki, övladlarımız planşetə, telefona, kompüterə daha çox meylləniblər. Amma gəlin görək, onlar kiçik yaşda olanda onlara nə qədər şərait yaradılıb ki, onlar təbiət qoynunda yəni üstlərini çikləndirsinlər, bir istədikləri kimi oynasınlar. Çox təəssüf ki, hazırda heç yəni o həyat şəraitində, parklarımızda belə o şərait yoxdur ki, həqiqətən də uşaqların bayaq dediyiniz kimi kiçik motorikasını inkişaf elətdirən nələrsə olsun. Təəssüf ki, bunlar yoxdur. Məsələn, bizim devrimizdə məktəbyanı sahələrdə qum yerləri olurdu, daha sonra turbalar olurdu, orada boy artımı üçün istifadə olunurdu. Amma bunlar indi məktəblərin həyətlərindən demək olar ki, yığışdırılıbdır, heç yoxdur. Yəni elementar məktəbdə belə biz onunla məşğul olurduq, amma indi heç məktəbdə də uşaqlara o şərait verilmir ki, onlar o motorikanı inkişaf elətdirsinlər. Və bunlar artıq bir məhdud bir yerlərdə, müəyyən əyləncə mərkəzlərində, oyun zallarında valideynlər ödəniş eləyib aparırlar uşaqları ora və bu da nə bir çoxlarının imkanına görə büdcəsinə uyğun olmur, nə də ki, büdcəsi yetən valideynlər də mütəmadi olaraq tez-tez apara bilmirlər. Və təəssüfdə ki, bu uşaqların psixikasına mənfi təsir göstərir və çox doğru vurğuladınız ki, autizm spektri çox geniş yayılıbdır dövrümüzdə, uşaqların asosial böyüməsi çox geniş yayılıbdır. Və hətta sözünüzü kəsirəm, Buyurun. nevroz da artıb. Bəli. Nevroz, depressiv hiss etmək, çox müraciət səbəb olur ki, əsəbiyəm, əsəblərimi idarə edə bilmirəm. Daima stres içindəyəm, daxili aqressiya adlandırmırlar bunu. Əslində daxili aqressiyası var, bu əsəb olaraq ortaya çıxır. Mənalı və yaxud da mənasız şəkildə idarə etdiyi və yaxud da idarə edə bilmədiyi bütün hadisələrdə əsəbi şəkildə cavab verir. Bu da nədir? Həmin o siz qeyd etdiklərinizdən yaranır. Uşaq o kiçik motorika inkişaf etmirsə, yaradıcı tərəfi artıq passivləşir axı. Yəni biz adi metod olaraq belə qum terapiyasından istifadə edərək əsəbləri sakitləşdirmək üçün. Çünki bizim ən həssas sinirlərimiz barmaq uclarındadır. O barmaq ucları toxunub onu hiss etməlidir ki, bir rahatlama gəlsin. Məsəl üçün bir aralar slime çıxmışdı, kinetik qumlar çıxmışdı. Bunların hər biri nə üçün istifadə olunurdu? Stresi azaltmaq üçün idi də. Yəni buradan belə biz başa düşə bilərik ki, bu cür yumşaq, həssas toxunuşlar ki var, onlar sinir sistemimizi sakitləşdirir. İcazə verməliyik. Zaman deyək, uşaq vaxtında bunları biz icazə versə, sağlam şəkildə o uşaq gedib qumla oynasa, hazırda indi mən gedib tutaq ki də müəyyən bir məbləğdə pul verib o kinetik qumu və yaxud da slime alıb böyümüş halda, yəni müəyyən bir həddə çatdığım zaman özüm gedib onu tələb etməyəcəm. Və yaxud da elə valideynlər var ki, uşaq məktəbə girir, 1-ci sinifə girir, artıq sən böyüdün, sən oynaya bilməzsən. Uşaq oyuncaqlarla oynamaq istəyir. Uşaq gedib öz
yaşıdları ilə oynamaq istəyir. Valideyn deyir ki, yox, dərslərin var, sən böyümüsən, artıq oynamaq vaxtın bitdi. Xeyr, o uşaqdır hələ. Və təəssüfdir ki, elə birinci sinifdən başlayaraq hazırlıqlar, müxtəlif kurslar, nəticə olaraq da beyin yüklənir və uşağın demək olar ki, psixikasına bu çox mənfi təsir göstərir. Siz məndən daha yaxşı bilərsiniz bunu. Bir də bilirsiniz bir mövzuya da toxunmaq istəyirəm. Biz deyirik, vurğuladınız bayaq sizdəki uşaqları kitaba yönəldirlər, amma bilirsiniz mən özüm bağça praktikam olduğuna görə bunu müşahidə eləmişəm. Heç də kiçik yaşlarından uşaqlara əyləncəli kitablar almaqda maraqlı olmurlar bir çox valideynlər və müəyyən bir yaşa çatandan sonra birdən-birə o Kinder sürpriz kimi kitabı qoyurlar uşağın qabağına ki, sən bunu oxumalısan. Mən bağçada işlədiyim dövrlərdə həmişə valideynlərə deyirdim ki, əyləncəli kitablar var, illüstrasiyalı kitablar olsun, orada müxtəlif fiqurlar olan, uşaqda kitaba maraq yaratmaq istəyirsinizsə, birinci növbədə o kitablarla yaradın ki, bu uşaq 6 yaşına, 7 yaşına çatanda kitab bir yad qonşu kimi gəlib onun qarşısına çıxmasın və ona mütəmadi olaraq sevgi yaranmasa, birdən-birə qarşısına çıxmış o kitaba uşağın münasibəti heç də müsbət olmaya bilər. Biz bilirik ki, hazırda kurikulum tədrisi tətbiq olunur. Məsəl üçün, burada diqqətimi çəkən nədir? Əslində, bu müsbət cəhətdir. Birinci siniflərin kitablarında, məsələn, riyaziyyatı götürək, riyaziyyat fənnindən, hesablamaları şəkillər üzrə edirlər. Bəli. 2 limon üstə gəl, 3 limon bərabərdir, neçə? Məsələn, sual qoyulur. Bu artıq onun emosional hafizəsinə təsir edir. Bu çoxdan gəlməli idimi? Təbii ki, çoxdan gəlməlidir. Yəni bizim hafizəmiz, yəni emosional yaddaş daha çox yadda qalır. Yəni uzun müddətli bizim artıq yaddaşımıza yazılmış olur. Amma məcburi şəkildə mən gətirim sırf hesablamalardan ibarət 1 üstə gəl 2, 5 üstə gəl 10 və yaxud da digər məsələlərdə ingilis dilini götürək, rus dili götürək. Birdən-birə bütün yazılı, yəni orada bir şəkil yoxdur, rəng yoxdur. Yəni ruh qidalanmır. Mən o kitabı gətirib uşağın qarşısına qoysam, o uşaq orada nə bir emosiya öyrənmiş olacaq, nə də heç qarşısındakını öyrənə bilməyəcək. Çox doğru vurğuladınız. Burada nəinki kitablar, məsələn, indi rastıma çıxır ki, bəzən valideynlər evə verilən o əl işi tapşırığından gileylənirlər, amma heç də çalışmalı deyirlər ki, onun uşağının əl işi ən mükəmməli olsun. O tapşırıqlar kurikulum sistemində ona görə tətbiq olunur ki, uşaq özü əl işi düzəltsin, fərqi yoxdur. Pis oldu, yaxşı oldu, əyri oldu, amma uşağın həm zəhməti dəyərləndiriləcək, həm də uşaq toxunmaqla nəylərsə özündə inkişaf elətdirəcəkdir. Amma valideynlər bəzən onu özü üzərlərinə götürürlər. Uşaq kənarda oturur, birdən kleyi dağıdar stolun üstünə, birdən rəngdən yazar. Yəni bunun üçün də müəyyən bir şərait yaratmaq olar. Ən azından başqa hər hansı bir vasitədən süfrə kimi istifadə eləmək olar ki, stola zədə gəlməsin və uşaq öz motorikasını, öz beynini inkişaf elətdirsin bu şəraitdə. Amma təəssüf ki, valideynlər bu öhdəliyi də uşaqların əlindən alırlar. Özləri düzəldirlər ki, təki uşağım məktəbdə 5 alsın, indiki sistemlə dəyərləndirmə aparsaq 100 bal alsın ki, ona yaxşı olsun. Və qiymətləndirmənin hətta nəinki məktəb daxilində, ailə daxili tərbiyədə də uşağa o yaxşı nə isə verdin, sakit oturdun, sənə mükafat veriləcək, belə dəyərləndirməsi nə qədər məqsəd yönlüdür? Bir psixoloq kimi buna da münasibətiniz maraqlı olardı. Dəyərləndirmə təbii ki, olmalıdır. Hətta vacibdir deyərdim. Beynin funksiyası nədən ibarətdir? Nəsə etdim və nəticə aldım. Əgər nəsə edib mən nəticə almıramsa, bu yenə natamam qalacaq və təsdiqlənə bilməyəcək. Bu nəyə gətirib çıxardacaq? Gələcək zamanlarda övlad müəyyən bir yaş həddinə çatdı, sosial ortamda artıq öz yaşıdlarının içərisində özünü təsdiq etməyə çalışacaq. Daha sonra nə olacaq? Mükəmməliyyətçilik olacaq. Daha yaxşısını edim. Məsələn, biz məktəb dönəmindən danışırıq da, uşaq gedir, oxuyur, 5 alır. Bir dənə 5-i var bugün. Gəlir evə deyir ki, ata-ana, bəs mən 1-5-im var. İlk sual nə olur burada? Yəni, əslində bu olmamalı da, sual belə verilməməlidir. Təbrik etməlidir. Dəstək olmalıdır. Təbrik edirəm, nə yaxşı deməyi bacarmalıdır valideyn. Amma bunun əvəzinə nə olur? Sual verir ki, o birilər neçə almışdı?
O belə neçə 5-6. Təəssüf ki. Bəli. Bu da nədir? Rəqabətə gətirib çıxardır. Təbii ki, rəqabət önəmlidir, amma o rəqabəti sağlam şəkildə, qısqanaraq deyil, paxıllıq duyğusu yaradaraq uşaqda deyil. O məndən yaxşıdır, mən ondan daha yaxşı olaram düşüncəsini yaratmaq təbii ki, müəyyən dərəcədə yaxşıdır ki, insan mübarizkar olur, istəklərinə çatmaq üçün addımlarında əzmkar olur. Bu öz mövqeyində. Amma bunu bu formada öyrətmək təbii ki, doğru deyil. O özünü tapmayacaq, özünü bilməyəcək, öz potensialını, daxili potensialını görməyəcək. Hər kəsin axı yəni beyni eyni cür inkişaf etməyib. Yəni bunun günahkarı o uşaq deyil, onun böyüdüyü mühitdir. Misal üçün deyək də, savadlı olmaq, müəyyən bir istedadlı ailələr olur ki, bu irsiyyatla belə keçir, genetik olaraq, yəni burada rol olur. Mənim bunu demək məqsədim o deyil ki, yəni bir ailədə misal üçün də hər kəs həkimdirsə, onun övladı da həkim olacaq. Xeyr, yəni bu anlayışı mən hər zaman doğrulamıram. Təbii ki, ola bilər, müəyyən bir savadı, istedadı olacaq, amma o yaradıcı insansa, onun o həkim olmağa marağı yoxdursa, nə qədər məcbur edirsəniz et, o yenə də misal üçün gedək. Misal üçün deyək, gedib tibb universitetində oxuyub həkim olacaq, amma onu istəyərək etməyəcək. Və istəyərək etmədiyinə görə də müəyyən bir müddət sonra öz marağı nədədirsə, və yaxud da içində sıxılıb qalan, yaşaya bilmədiyi bütün o emosiyalarını, maraqlarını, bacarıqlarını universiteti bitirəndən sonra və yaxud da həkim olduğu zaman ərəfəsində edəcək və yaxud da ən pis halda isə heç bunu etməyəcək. Çünki artıq onu öyrənəcək. Çünki artıq bu şeylərə öyrəşib o. Bu nədir? Öyrənilmiş çarəsizlik. Aydan xanım, bayaq rəqabət mövzusuna toxundunuz. Bəzən rəqabət heç də sinif yoldaşları, yaşıdları arasında yox, ailənin daxilində böyüyən 2 və yaxud da çox uşaqlı ailələrdə, daha doğrusu 3-4 uşaqlar arasında da bu rəqabət qeyri-normal şəraitdə irəliləyir və nəticə olaraq da deyirlər ki, eyni ailədən çıxan, eyni tərbiyəni görən 2 və ya daha artıq uşaq, amma xasiyyətləri müxtəlifdir, həyata baxışları, yanaşmaları müxtəlifdir. Burada valideynlər o balansı necə qoruya bilərlər ki, tövsiyəniz nə olar ki, necə qorusunlar ki, o uşaqların yenə də rəqabət eləsinlər bir-biriləri ilə, yaşıdlarından, amma sağlam rəqabətin nə demək olduğunu anlayaraq eləsinlər. Valideynlərin birinci növbədə diqqət etməli olduğu məqam budur ki, bir övladı digərinə tərifləməməlidir. Bax, görürsən, böyük bacın və yaxud da böyük qardaşın nələr etdi, amma sən sadəcə oturursan evdə, telefonla oynayırsan və yaxud da ancaq oynayırsan. Birincisi, arada bir yaş fərqi var. Yaş fərqi heç olmasın, deyək ki, əkizlər olsun, əkiz uşaqdır deyək. Onlar arasında belə, yəni biz xarakter olaraq fərqlənmələrini görə bilərik. Mütləq şəkildə görəcəyik. Bu psixoloji cəhətdən də bunu qeyd edeyim ki, hər bir insan xarakter olaraq, psixologiya baxımından, duyğu baxımından, baxış bucağı baxımından, yəni dünyaya gəlmə şəklindən belə, yəni müəyyən bir periodda deyək də, müəyyən bir mühitdə, eyni mühitdə böyüməsinə baxmayaraq, yəni bu artıq hər bir insanın özünə xas bir xüsusiyyətləri var. Bunu biz dəyişə bilmərik. Təbii ki, bu xüsusiyyətlərlə də ailədə olan mühit, yəni ana və atanın təsiri bu xüsusiyyətlərə təsir edir. Sanki üzərində bir təkan vermiş olur. Əks təsirlər olmur? Təbii ki, olur. Yəni doğru şəkildə yanaşılmasa, o xüsusiyyətlər üzə yanlış tərəfdən çıxacaq. Bu necə? Misal üçün, hər insan tamamilə nə yaxşıdır, nə də tamamilə pisdir. Yaxşı, pis insan deyirik. Əslində mən deyərdim, yaxşı və pis anlayış da yoxdur. Hər kəs özünə görədir bu həyatda. Və hər kəsin, misal üçün deyək, mənim sizdən ta ki, xoşum gəlmirsə, ondan xoşum gəlmirsə, amma sizdən bir başqasının xoşu gəlirsə, demək ki, mənim sizdən xoşumun gəlməməsi bu sizi pis etmir. Yəni, ümumiyyətlə, pis və yaxşı anlayışı yoxdur. Ana və atanın öz övladları arasında bu cür, yəni, o böyükdür, belə etdi, sən ortancıl uşaqsan, sən beləsən, amma balaca uşaq belədir. Yəni, Pərvanə xanım, ana və atanın bu cür, yəni siz qeyd etdiyiniz kimi bir rəqabətin yaratması bir mənalı şəkildə yanlışdır.
Bu rəqabət ola bilər, təbii ki, amma sağlam şəkildə. Deyək ki, böyük övlad hər hansısa bir müsabiqədə birinci yerə çıxıb uğur əldə edib. Bunu ana və ata balaca uşağa, yəni ondan sonrakı övladına desə belə, yəni bunu bir misal olaraq çəksə belə, onu alçaldaraq etməməlidir. Ki, bax o etdi, sən edə bilmədin. Bax o səndən yaxşıdır, amma sən yaxşı deyilsən. Bu rəqabət yaratmaq deyil. Bu qısqanclıq yaratmaqdır. Paxıllıq yaratmaqdır. Artıq o balaca uşaq böyük bacı və yaxud da qardaşına bir qısqanclıq içində olacaq, onu qəbul etməyəcək, aralarında konfliktlər olacaq, ev içində, yəni ana və atasına belə qısqanacaq. Hətta elə bir halda ola bilər ki, o uşaq özünü o ailəyə aid hiss etməsin. Bu daha pisidir, mən deyərdim. O ailəyə artıq özünü hiss etmədiyi zaman tamamilə öz otağına çəkiləcək, heç kimlə ünsiyyət qurmayacaq və insanın ən təməl ehtiyaclarından biri ünsiyyətdir. O ünsiyyət doğru şəkildə tamamlanmırsa və ödənmirsə, bu bir çox psixoloji fəsadlara səbəb olur. Yəni nevroz olsun, bastırılmış duyğular olsun və s. və ilaxır. Əksər psixoloji problemlərin mən deyərdim kökündə ünsiyyətsizlik dayanır. Və siz bir şey də qeyd etdiniz ki, valideynlər bu balansı necə qorumalıdır? Valideynləri belə deyim, valideyn olmadan öncə artıq onlar xəbərdardırlar ki, ana hamilədir, övladlar olacaq bunların. Yəni o dövrdən belə artıq psixoloji dəstək almalıdırlar. Maarifləndirmə məqsədli seminarlara qoşulmalıdır. Mən səhv etmirəmsə, analar üçün kitab olmalıdır. Analar belə o kitabı oxumalıdır. Uşaqlar üçün kitablar oxumalıdır. Hər hansısa bir görüşlərə qatılıb, orada analarla danışmalıdır. Ətrafında belə olsun, hər hansı bir ana varsa, onunla məsləhətləşib, necə bir ana olmaq olar. Hər kəs o sevincin ardınca gedir. Əsas məqamı artıq onudur. Nədir? Məsəl üçün, sevinirlər ki, ana olacam, ata olacam, nənə, baba olacam. Amma düşünmürlər ki, mən bu uşağı necə böyüdəcəm? Yəni, bunu problem olaraq mən nəzərdə tutmuram. Necə tərbiyə verəcəm? Necə doğru psixologiyada böyütməyə bacaracam? Yəni, öncəliklə valideynlər, yəni valideyn olacaq şəxslər bir dəfə də olsun, ən azından bir psixoloqun konsultasiyasında belə kiçik bir danışıq keçirməyi bacarmalıdırlar. Yəni, ora bir müraciət edilməlidir. Psixoloqu dəli həkim olaraq adlandırıb, heç kim ora getmir. Amma psixoloq təkcə problemlərlə məşğul deyil. Psixoloq gələcəyi belə hazırlıq üçündür. Aydan xanım, çox yaxşı bir mövzuya toxundunuz. Əvvəlki verilişlərin birində müsahibim də bu mövzuya toxunmuşdu. Dedi ki, əvvəllər psixoloqa müraciət olunmurdu və yaxud da heç bu peşə o qədər də üzdə deyildi. Amma ağsaqqallardan, ağbirçəklərdən məsləhət alaraq, belə desək, ailəni yönləndirirdilər. Amma mən bu fikirlə razılaşmadım bir məqamda. Niyə? Çünki əvvəl informasiya mənbələri də heç indiki qədər geniş deyil idi və ailə daxili problemlər olsun, cəmiyyət içində olan bir problemlər olsun, bu dərəcədə işıqlanmırdı. Ona görə də bizə məlum olmurdu bir çoxumuza və belə desək qapadılırdı bunların üstü, ötüb keçirdi nəsildən nəslə də müəyyən xəstəliklər olsun, genetik səbəb adı ilə ötürülürdü. Hazırda isə bizim əlimizə psixoloqlar kimi müsbət mənada yaxşı bir imkan düşübdür və ruh həkimi adlandırırlar. Çox doğru yanaşmadı bu fikirlə, mən razıyam və ruhumuzu müalicə elətdirmək üçün biz psixoloqlara istəyir ailə daxili zəminində olan, istəyir ictimaiyyət içində olan problemlərimiz bizə əgər mənəvi zərbələr vurursa, biz psixoloqa mütləq şəkildə müraciət eləyib o zədələri dərinləşmədən aradan qaldırsaq, istəyir cəmiyyət içində, istəyir ailə daxilində çox doğru bir mövqe tutmuş olarıq və nəticə olaraq da bizim yetişdirdiyimiz gənc nəsil çox gözəl yetişərlər və özlərini şəxsiyyət kimi də formalaşdırarlar. Və hər bir valideyn də öz övladını özü üçün deyil, cəmiyyət üçün yetişdirməlidir. Yəni bunu kimlərsə qəbul etməyə bilər ki, ölkə üçün, misal üçün cəmiyyət üçün mən övladımı niyə yetişdirim? Amma bu övlad, yəni məntiqi cəhətdən belə biz baxsaq, bu övlad daima bir evin içində qalmır. Bu övlad sənin övladın, böyütdün və yaxud da paralel şəkildə də gedir bu.
müəyyən bir müddət, misal üçün deyək 5 yaşına kimi, 6 yaşına kimi, hətta indi 3 yaşına kimi ancaq evdə qal, 3 yaşından sonra isə artıq bağça dönəmi gəlir. Yəni bu keçmiş dönəmlərdə olardı ki, 3 yaşında qoymazdılar. Çox az hallarda mən eşidirəm ki, bağçaya qoysunlar, amma indi hər kəs işlədiyinə görə bağçaya daha tez qoyurlar. Yəni bunu nəzərə almalıdırlar ki, mən bu övladı özüm üçün deyil, mütləq şəkildə cəmiyyət üçün böyüdürəm və mən bu cəmiyyət üçün yararlı bir övlad yetişdirməliyəm. Çünki bu reallıqdır ki, biraz fikrimi insanlar qəbul etməyə bilər. Ölkənin inkişafı üçün belə olsun. Biraz siyasi tərəfə bəlkə gedib çıxa bilər, amma siyasi məqam deyil əsas məqsədim deməyim. Yəni məqsədim odur ki, cəmiyyətin formalaşması nədir? Yəni bu törəmədir də, inkişaf etməlidir. Kimlərsə evlənməlidir, ailə həyatı qurdu, övlad dünyaya gəldi, övlad da getdi bir başqasına. Yəni bu törəmədir, bu inkişaf etməlidir. Cəmiyyətin sayı artmalıdır. Bu sayının artması üçün bu önəmlidir. Yəni ona görə, yəni bu səbəbdən dolayı hər bir valideyn bunu nəzərə almağı bacarmalıdır. Mən sağlam şəkildə cəmiyyətə bir övlad verməliyəm ki, o da sağlam şəkildə bir övlad versin. Çox doğru yanaşmada heç də o sözə bəs yerə deməyiblər ki, ailə kiçik dövlətdir və bu kiçik dövlətin düzgün formalaşmağı bizim böyük dövlətimizin də gələcəkdə gözəl bir dövlət kimi, ölkə kimi, respublika kimi dünyaya tanınmasında rol oynayır təbii ki. Aydan xanım, bir də növbəti bir sualım sizə ənənəvi tərbiyə metodu və müasir, modern tərbiyə metodu ilə əlaqəli olacaqdır. Bəzən bunu belə deyirlər ki, biz dədə-babadan belə tərbiyə görmüşük. İndi də bunu dəyişmədən elə öz uşaqlarımıza yönləndirək. Amma zaman dəyişdikcə tərbiyə metodu da dəyişməlidir. Ya da ki, sırf müasir, modern tərbiyə üslubunu seçirlər. Mənim uşağıma olmaz deyilməsin, cəza tətbiq olunmasın, ümumiyyətlə heç kim heç nə deməsin. Yəni bu balansı necə qorumalıdır valideynlər ki, uşağın bu məsuliyyətli olmağı və ətrafdakılara xəsarət yetirmədən, xələl yetirmədən böyüməsi rolunda valideynlər bu balansı necə qorumalıdır tərbiyədə? Bu balansı qorumaq üçün mən az öncə də dedim, maariflənməlidirlər. Birinci növbədə, yəni bu istisnasız şəkildə belə olmalıdır. İstisnasız şəkildə belə olmalıdır ki, sağlam bir övlad yetişdirsinlər. Çünki dədə-babadan da hazırda bu dırnaqarası modern tərbiyə üslubu deyək, bunların hər birini kənara qoyaq. Bunlar mən deyərdim sürü psixologiyasında yaradılmış bir terminlərdir. Sadəcə atılıb ortaya. Amma heç kim buna əməl etmir. Etsə belə müəyyən bir müddətlik üzərlərinə götürdüyü məcburi rol üzərində edərlər, dərk edərək deyil. Amma uşaq nədir? Uşaq belə deyim də, siz gördüklərinizi də, hətta görmədiklərinizi də uşaq götürür. Bunu demişkən bir şey dedim, uşaq da başa düşməz. Xeyr, təbii ki, yəni bu belə deyil. Uşaq ana bətnində o ürək döyüntüləri, artıq onun beyni inkişaf etdiyi dönəm ki var, o dönəmdən hər şeyi hiss edir. İstənilən hər bir şeyi hiss edir. Ana nəyi hiss etsə, övlad onu hiss edir. Bəzən müraciət səbəblərdə biz bunu görə bilirik ki, övladda elə bir qorxu olur ki, heç elə bir hadisə yaşamayıb o. Amma onun anası onu yaşayıb. Anası onu yaşadığına görə bilavasitə dolayı yolla anadan bu qorxu keçir övladına. Və gələcək dönəmdə də həmin ananın qorxusunu yaşadığına görə bu cür onda bir fobiya yaranmış olur. Bunu bir fakt olaraq deyim, maraqlı bir nüans olaraq istədim qeyd edim. Gələk sizin sualınıza bu modern və dədə-babalarımızdan gələn tərbiyə üslubuna. Dədə-babalarımızdan gələn tərbiyə üslubu nədir? Şiddət etdin, döydün, qışqırdın, bağırdın. Hətta belə bir adətlər də var ki, həddi buluğa çatdı, qızı evləndirmək lazımdır. Bu cür yanaşmalar da var. Çox təəssüf ki var. Hətta hazırda da var. Bəzi zonalarımızda, bəzi bölgələrimizdə bunun qarşısını almağa çalışırlar. Amma nə fayda? Çox insan gizlin də olsa bunu edir. Bu adət-ənənələr bəzilərinə görə sərf edir, bəzilərinə görə sərf etmir.
Bəziləri isə anladıqlarına görə, yəni bu dədə-baba adət-ənənəsi ilə böyüdülən, tərbiyə üslubunda böyüdülən uşaqlar görürlər ki, bu ona zərər verir və ən başında qeyd etmişdim, zənciri qırmaq istəyən. Onlar da bəzi o sürü psixologiyasına qatılıb modern tərbiyə üslubunu seçirlər ki, olmaz deməyim, cəza verməyim. Xeyr. Uşağa yeri gələndə cəza belə verilməlidir. Olmaz deyilməlidir. Mən uşağa nə istədi verdim. Axı o uşaq yox kəlməsini eşitmirsə, gələcəkdə də yəni bu ona mənfi təsir edəcək. Müsbət təsir etmək o demək deyil ki, hər şey olsun, hər şey var olsun. Xeyr. Sağlam şəkildə, məsələn, biz balans deyirik də, varla yox arasında balans yaradılmalıdır. Məsəl üçün, ata evə gələndə, tutaq ki də, bunu sosial şəbəkələrdə də biz görmüşük, uşaq atasına səs atır ki, bəs ata mənə gələndə şokolad al, onu al, bunu al, onu et, bunu et, ata hamısını alır, gətirir. Uşaq artıq buna daimi, buna bu cür öyrəndiyinə görə, daha sonra atada ona almağa bir məbləğ olmayanda və yaxud da məbləğdən əlavə zamanı çatmır, tutaq ki, hər hansı bir işi olur, gec gəlir evə, övlad yatmış olur, yəni uşağı yatmış olur, uşaq o şokolad almır və artıq bu dadır, uşaq yox, qəbul etmir. Bəzən inatçı uşaqlar, yəni uşaqların öz mənini qəbul etdiyi dönəmdə inatkarlıq da olur. Qəbul etmirlər heç nəyi. Bu inatkarlıq dönəmində də uşaq deyir ki, mən yatmıram, atam gəlməmiş yatmayacağam, o şokoladı yeməliyəm və yatmalıyam. Amma burada bir olmaz olsaydı ki, misal üçün sən saat 6-ya kimi və yaxud da saat 9-a kimi sənin zamanın var, müəyyən bir qidaları yeyə bilərsən, amma müəyyən bu saatdan sonra isə sən yatmalısan. Bu qayda qoyularsa və qayda demişkən, valideyn qoyduğu qaydalara daimi şəkildə üzərində durmağı bacarmalıdır. Bugün, misal üçün, həftənin birinci günü dedi ki, sən saat 9-da yatacaqsan. 5-ci günü deyir ki, evi yoxdur, bu günləri saat 11-də yata bilərsən. Axı, burada bir əks oldu, bir-birinə tərs oldu sözü. Bəli, öz fikirlə, yəni valideyn öz qaydaları üzərində sabit dursa, övlad bunu qəbul edəcək. Təbii ki, bu əvvəldən olmalıdır. Bu öyrənilmiş çarəsizlik deyil, təbii ki. Yəni, tutaq ki də, az yaşda olanda uşaqlar daha çox yatır. Daha sonra öz mənini qəbul etdiyi 3 yaşından sonra yatmaq istəmirlər, daha çox oynamaq istəyirlər. Birinci növbədə oynamağa icazə verilməlidir. O oynamaqdan doymalıdır. Daha sonra isə artıq sənin zamanında getdi. Bu həmçinin telefon işlətməkdə. Hazırda uşaqların gec yatmasının səbəbi budur. Çünki o telefondan mavi şua təsir edir uşağa. Yəni o yuxu hormonu melatoninin ifrazını aşağı salmış olur. Yəni inkişaf etmir də. Yəni ifraz edilə bilmir. Bu da təbii ki nəyə gətirir? Stresə gətirəcək. Yuxu pozuntularının əksər yaratdığı fəsadlardan biri stressdir. Əsəbdir, aqressiyadır. Bəzən valideynlər şikayətlənir ki, övladım yazı yazanda qaralayır və yaxud da öz oyuncaqlarını qırmaq istəyir. Təbii ki, bunun səbəbi budur. Telefondan da fasiləli şəkildə istifadəsinə icazə verilməlidir. Misal üçün, valideyn deyir ki, telefon sənə olmaz. Səbəb demir. Səbəb deyilmir. Olmaz da deyildi. Amma mən ona deyirəm ki, bax, 1 saat sənə vaxt verirəm və yaxud da gün ərzində sən 1 saat telefondan vaxt keçirdə bilərsən. Və yaxud da heç telefon vermirəm. Telefon vermirəmsə, birinci növbədə valideyn özü telefondan istifadə etməməlidir. Valideyn deyir ki, olmaz, amma özü telefonu istifadə edir. Valideyn deyir ki, uşağına deyir ki, kitab oxu. Valideyn amma heç kitab belə oxumur. Əgər bu valideyn, yəni uşaq nəyi görürsə, onu götürür. Əbəs yerə deməyiblər, uşaq evin güzgüsüdür. Əlbəttə, uşaq evin həqiqətən güzgüsüdür. Övlad nə etsə, o da onu edir. Ən başda da sizin ilk sualınızda da demişdik ki, birinci növbədə ailə daxilində valideynlər özlərini tərbiyə etməyi bacarsınlar ki, daha sonra övladını tərbiyə etsin. Aydan xanım, hazırda tez-tez rastlaşdığımız məqamlardan biri də odur ki,
uşaqlar valideynlərini adları ilə çağırırlar. Nəinki valideynlərini, yəni digər ailə üzvləri olsun, müəllimlər olsun, sırf adları ilə xitab eləyirlər. Bir də ki, valideynin uşağı ilə dostam, mən uşağımla bu nə dərəcə doğru yanaşmadır, bu nə hansı səviyyədə olmalıdır ki, doğru istiqamət alsın uşaq. Bunu əslində mən əvvəldən deməli idim. Psixologiyada da var bu. Tərbiyə üsulları var. Ailə daxilində avtoritar, liberal və demokratik. Bunların ikisindən ən yaxşı və hər zaman dəstəklədiyim demokratik ailə üsuludur. Avtoritarda biz bildiyimiz kimi daha çox qaydalı, qanunlu, yoxlu, daima o evin Despot. içində yox, bəli. Övladın qərarları dinlənilmir, nəyi sevir, nəyi sevmir bilinmir, valideyn nə istəsə odur. Bu sağlam deyil. Orada övlad özünü görməyəcək. Orada övlad sadəcə ailəsi üçün yaşayacaq. Bitki. Liberalda isə tamamilə ailə nəzarəti yoxdur. Yenə də burada nəyi sevir, nəyi sevmir bilinmir. Bu təbii ki, yəni onun üstündə avtoritarda olduğu kimi qaydalı, qanunlu olduğuna görə yox. Ona maraq göstərmədiyi üçündür. Övladı ilə maraqlanmadığı üçündür. Bir növ valideyn övlad- öz Hə, rahatlığını düşünür. Bəli, o məsuliyyəti hiss etmədiyi üçündür. Bir sözlə belə deyək də, deyirlər ki, bunu el arasında eşitmişik, uşaq öz başına böyüdü. Yəni öz üçün, yəni valideynləri olmadı, öz başını saxladı. Bunun kimi. Amma demokratikdə necədir? Ən sağlamı və ən düzgünü deyərdim budur. Azadlıq da verilir, qaydası da olur. Yəni o balans qorunur. Burada övlad özündə məcburiyyətdə hiss etməyəcək. Və yaxud da bir qorxu da hiss etməyəcək. Yanlış etsə belə, o yanlışı mən gedib atama və yaxud da anama deyəcəm, bərabər həll yolu tapacaq düşüncəsində olurlar. Yəni o ailə ilə dost olur deyək. Amma siz qeyd etdiyiniz kimi də öz yaşıdları ilə dost olduğu kimi ana və ata ilə dost olunmaz. Çünki ana və atanın da öz mövqeyi var, yəni özünə xas rolu, məsuliyyəti var, övladın da özünə xas rolu var. Övlad əgər anası ilə çox yaxın rəfiqədirsə deyək, qız övladı daha çox biz buna rastlaşırıq. Qız övladı anasından daha çox yaxındır. Burada övlad o demək deyil ki, anasına qarşı dürüsttür, xeyr. Dürüstlükdən əlavə bir ailə daxil olsun, ümumiyyətlə insanlar arasında bütün münasibətlərə aiddir bu, şəffaflıq olmalıdır. Dürüstlüyü mən çox zaman sevmirəm dürüstlüyü. Bəzən dürüstlük adı altında hər kəs hər şeyi deyə bilər, amma qarşı tərəfə necə təsir edəcəyini düşünmürəm. Amma orada bir şəffaflıq varsa, zaten o yanlış da olmayacaq. Gələk həmin o ailə modelində rollar. Həmçinin o rollar düzgün olmadığı zaman, misal üçün də elə dostluqdan deyək, çox yaxın dostdular. Qız övladı və yaxud da oğlan övladı öz ana atasına adı ilə də xitab edəcək. Nəyə görə? Çünki dost anlayışı onun bu cürdür ki, mənim hər bir şeyimi bilir, öz sərhədləri yoxdur bir sözlə. Özünü təsdiq etmək istəyir. Valideyn daima bir qayda qanun qoyubsa uşağına, yox deyibsə, olmaz deyibsə və yaxud da yaxşı qız, yaxşı oğlan deyə stereotipi adı altında o uşağı böyüdürsə, bu zaman o özünü sübut etmək çabasında olacaq. Daima çabalayacaq ki, özünü isbat etsin, özünü göstərsin. Bax, ana mən bunu etdim. Ana bax, mən dərsdə getdim, rəfiqəmlə danışdım və yaxud da məktəbdə belə bir hadisə baş verdi. Bu olmalıdır təbii ki, amma müəyyən bir dərəcədə. Ana və ata övladlarla nə qədər yaxın olsa belə, övladın bir özünə xas şəxsi zonası olmalıdır. Yəni, o uşağın əgər otağı varsa, qapını içəri döyərək girməyi bacarmalıdır. Yəni, baxın, belə deyək də, övladdan bunu tələb edirlər ki, bizim otağımıza, yəni ana və atanın otağına girəndə qapını döyməyi tələb edirlər. Amma özləri övladın otağına daxil olanda qapını döymədən girirlər. Bu artıq həm az öncə nə demişdik, qaydalara özləri əməl etmirlər. Birinci növbədə özünüz əməl edin, daha sonra isə övladdan tələb edin. Yəni, bir sözlə bu halda, yəni misal üçün mən sadəcə bir qapını döymək deyirəm. Çox şey də belədir, çox yaxın olurlar. Bilməli olduğu şeyləri də bilir, bilməməli olduğu şeyləri də bilir. Aydındır. Bu zamanda o uşağın sərhəddə olmayacaq.
Valideyn artıq övladında o sərhəddi qorumursa və həmin övlad da cəmiyyət arasındadır. Yəni bu sadəcə bir ortamdan ibarət deyil, axı bunun iş mühiti də olacaq, təhsil mühiti də olacaq və yaxud digər bir mühitləri olacaq bu uşağın. Həmin məkanlarda da artıq o uşaq öz sərhədlərini də qoruya bilməyəcək. Yox da deməyə bacarmayacaq. Və daima yaxşı olmaq çabasında olacaq ki, yaxşı olum, yaxşı edim, Təqdir fədakarlıq olunsun. edim, qoy ona yaxşı təsir edim. Birdən yox deyərəm, inciyər. Birdən yox deyərəm. Hətta elə insanlar var ki, getmək istəmədiyi yerə belə qarşısındakı insan istədiyi üçün gedir ki, qoy mən onun xətrinə dəyməyim. Amma orada rahat deyil. O məkanda o insan hüzur tapmır. Bunu bir insan sizcə nə üçün özünə edər? Çünki evdə nə öyrənib, valideynlərinə daim özünü isbat etməlidir. Valideyn nədirsə odur. Bu da doğru deyil. Bu balansı qorumaq üçün təbii ki, müəyyən dərəcədə yaxın olunmalıdır. Yaxınlıq necə olmalıdır? Övladın demək istədiklərini dinləmək lazımdır. Bəzən hətta valideynlərin etdiyi yanlış budur ki, övlad gəlir, danışır. Ana sadəcə oturur, belə baxır. Bu dinləmək deyil. Aktiv şəkildə dinlənilməlidir. Qulaqla eşitmək yox, ürəklə eşidib Bəli, fikir yeri bildirmək. gələndə bir belə izah edim də, misal üçün biz hal-hazırda danışırıq, siz məni dinləyirsiniz. Sizdə bir emosiya olmasa, mən sanki bir boş bir divara danışmış kimi hiss edəcəm. Bəli. Və bu da nə olacaq? Öz danışdıqlarıma inamsızlıq yaradacaq. Bu biraz da özünü hələ tanımayan, yeniyetməlik dövründə daha çox olur bu. Öz güvəni hələ yeni formalaşmağa başlayır. Bu dövrdə artıq o uşaq görür ki, mən qarşımda anama və yaxud da atama hər hansısa bir hadisəni danışıram. Mənə sadəcə oturub belə baxır, heç bir emosiya, reaksiya yoxdur. Və yaxud da hər hansısa bir söz deyilmir. Mən elə bilirəm ki, ya yanlış etmişəm, ya da ki, mən nəsə düzgün etməmişəm bir şeyi. Qarşımdakını danışmağımla yoruram, yoruram, bəli bir özünü təsdiq etmək də burdan yaranır əslində. Bu iki hal da olur ki, ya uşaq o danışığı ümumiyyətlə kəsir, ya da ki, gələn dəfə daha çox şey danışır. Artıq danışmamalı olduğu halları da danışmış olur. Şəxsi zonasına aid olan misallarda çəkir ki, qoy məni dinləsin. Dinlətmək üçün çox şey danışır. Diqqət cəlb eləmək üçün. Bəli, diqqət çəkmək istəyir. Amma bu da nədir? Valideyn fərqində olmadan övladının şəxsi zonasına daxil olur. Bir də bəzən elə olur ki, ailə çox mükəmməl bir tərbiyə verir deyirlər. Amma uşaqlar müəyyən bir yaşdan sonra heç də o ailəyə xas olan tərbiyəni sərgiləmirlər. Və bir çoxumuzun da öyrəşdiyi kimi deyirlər ki, mühit onu pozdu, əhatə dairəsi pis idi. Bu əhatə dairəsi, çevrəsi nə qədər təsir eləyə bilər uşağın tərbiyəsinə? Gəlin öncəliklə bu şeyə diqqət edək. O valideynlər hansı tərbiyə üsuluna yaxşı deyirlər? Görək həqiqətənmi ümumiyyətlə o qədər yaxşıdırmı? Yaxşı adı altında hər bir şey, yəni uşaq nə istəyirsə hər bir şey ona verdim. Sevgini bolca verdim. Üzülməsinə qoymadım. Daima yaxşı olsun, əyləncəsi, hər bir şey yerində. Mən deməli övladımı yaxşı böyütmüşəm. Xeyr. Yəni bu yaxşı öyrətmək deyil. Yəni bundan əvvəlki sualınızda da var idi ki, yox demək lazımdır. Olmaz deyilməlidir. Yeri gəndə cəza da verilməlidir. Bu uşaq da artıq daima var olmağa, yəni hər şeyin var olmasına öyrənib. Mən nə istəsəm olacaq, mən nə istəsəm alacam. Amma sosial mühit nədir? Sosial mühitdə bunu heç kim təmin etməyəcək axı. Ailədə valideynlər hər bir şey rahatlıqla övladına təqdim etdi. Amma sosial ortamda nədir? Bunu hər kəs təmin etməyəcək. O yox deməyi bacarırsa, o yoxu öyrənibsə, çünki belə bir nüans da var da, ailələr eyni olmadığına görə, tərbiyə üsulları da fərqli olduğuna görə, bu sosial ortamda artıq o tərbiyə üsulları bir-birindən sanki çarpışır. Bu da nədir? Beyində artıq bir sual yaradır. Bu nədir?
tanış deyil bu hisslə, kədər duyğusundan tanış deyil, üzüntü ilə tanış deyil, dava ilə tanış deyil, yoxla tanış deyil, olmazla tanış deyil. Bu da tanış olmadığına görə bir müddət o sosial ortama girəcək. Daha sonra özünü ora aid hiss etmədiyinə görə ancaq evdə olacaq. Ancaq evə qaçacaq. Dostları ilə, tanışları ilə çox vaxt keçirtməyəcək. Bəzən dostları və tanışları belə olmur o insanların. Özünü tək hiss edəcək. Ətrafında çox insan olacaq, amma tək olacaq. Burada da təbii ki, yəni o təzadlara görə uşaq geri çəkildi və əks halda. Təbii ki, bu hər zaman belə də tək bir ehtimalla gedə bilmərik. Bu yanlışdır. Bir başqa ehtimal da var ki, uşaq ailəni qəbul etməyə bilər. Sosialı qəbul edir, ailəni qəbul etməyə bilər. Artıq burada da nədir? Daha çox sosiallaşacaq. Ki, görün başqa nə var? Bura nədir artıq? Beyin maraq çəkəcək. Nədir bu? Bu nə deməkdir? Yox, nə deməkdir? Bunu da necə edəcək? Dava ilə təbii ki, öyrənəcək. Yox, sən mənə yox dedin. Öz sözünü keçirtməyə çalışacaq. Bu da təbii ki, xarakterdən asılıdır. Hər bir insanın xarakteri fərqlidir. Və uşaqda da artıq o maraq yarandığına görə daha çox irəli gedəcək. Hətta asılılıqlar da biz burada rastlaşa bilərik. Narkotikə quşana bilər, siqaret asılılığı özü olsun. Valideyn şikayətlənəcək ki, mən çox yaxşı böyütmüşdüm, hər şey rahat idi, heç bir şiddət də etməmişəm, yox da deməmişəm, doğru şəkildə sevmişəm. Əksiyi olmayıb bu uşağın, amma gedir narkotik çəkir. Niyə? Bunun bir yanlış olduğunu bilmir. Misal üçün, valideyn də şikayət edəcək ki, axı mən övladımı yaxşı böyütmüşdüm, çox doğru şəkildə sevmişdim, doğru şəkildə hər bir şey, yəni rahatlıq idi da, yəni o uşaq üçün bu evdə bir çətinlik yox idi, şiddət etməmişəm belə. Nə üçün getdi, misal üçün, narkotik çəkdi və yaxud da siqaret çəkdi və yaxud da bir alkoqoldan istifadə etdi. Yəni, bu suallar əslində ona bir cavabdır ki, sən zamanında övladına yoxu da öyrətməliydin, yanlışı da öyrətməliydin. Hər şey, yəni Lorul da deyəcəm bunu, hər şey güllük gülistanlıq deyil. Bəli. Yanlışı da, doğrunu da, pisi də, yaxşını da öyrətmək lazımdır. Çox doğru vurğuladınız. Aydın xanım, sizə təşəkkür edirəm. Bu günlərim gəldiniz verilişimizə. Çox maraqlı mövzu ətrafında düşündürücü fikirlər söylədiniz. Çox sağ olun ki, bugün bizim qonağımız oldunuz. Mən təşəkkür edirəm Pərvanə xanım. Ümid edirəm çox faydalı bir danışığımız oldu. İzləyicilər üçün fayda yarada bildik. Bəzi məqamlarda aydınlıq yarada bildik deyə düşünürəm. Razılaşmayacağı mövqelər də ola bilər. Mən razılaşsınlar deyə demirəm. Amma maarifləndirmə xarakterli olduğuna görə mən öz üzərimə düşən vəzifəmi deyək. Vəzifəmi etdim, öhdəliyimi götürmüşdüm, məlumatı verdim. Bundan istifadə etmək isə artıq bizi izləyənlərdən asılıdır. Bu qədər. Sadəcə son olaraq bu kəlməni demək istəyirəm ki, valideynlər övladlarını tək qoymasınlar. Unutmasınlar ki, onlar da zamanında bir övlad olub. Bəli, əziz izləyicilər, mən də hörmətli psixoloqumuzun dediyi fikrə qatılıram və düşünürəm ki, biz valideyn olaraq bilməliyik ki, bu yaşa müəyyən səhvləri eləyə-eləyə gəlmişik və övladlarımıza da imkan verməliyik ki, müəyyən bir səhvlər, yanlışlıqlar eləyə-eləyə o səhvlər üzərindən bir pilləkən kimi məqsədlərinə doğru irəliləsinlər. Bugünkü podkastımızın da sizə doğru bir istiqamətə yön verəcəyini ümid eləyərək sizdən gələn görüşlərə qədər sağollaşıram.